Hamıya salam dostlar, hər vaxtınız xeyir olsun. Bugün biz ümumi olaraq Euro-USD valyutasını analiz edəcəyik və ümumiyyətlə mən burada şəxsən özüm necə analiz aparıram, yenə də deyirəm, bu mənim şəxsi fikrimdir. Kiməsə görə bu səhv ola bilər, kiməsə görə düz ola bilər, amma hal-hazırda öz fikirlərimi sizinlə bölüşəcəm. İlk öncə dostlar, biz həftəlik qrafikdən başlasaq, biz görə bilərik ki, biz belə bir zonaya gəlmişik və görürük ki, bizdə ümumi olaraq həftəlikdə biz düşüş yaşayırıq əslində. Çünki bizdə ümumi olaraq fikir verin, yəni bütün minimumlar aşağı doğrudur, yəni maksimumlar, üzr istəyirəm. Və görə bilərik ki, biz əslində müəyyən bir konsolidasiya zonasındayıq, amma çox böyük bir time frame-də. Məsələn, son həftələri nəzərə alsaq və nəzərə alsaq ki, bizdə hər şam bir həftə gedir, biz görə bilərik ki, qalxan trend istiqamətində hərəkət eləyirdik. Burada artıq bizdə böyük bir likvidliyin alınması baş verdi və biz ondan sonra reaksiya aldıq aşağıya doğru. Ümumi olaraq bizdə burada hərəkət, məsələn, hal-hazırda longdur, amma biz burada likvidliklə işləmişik və qaydırıq dala. Okey, həftəlikdə bizə o qədər də çox məlumat yoxdur. Sadəcə biz görürük ki, biz müəyyən bir likvidlik zonasını almışıq və yenidən düşmüşük aşağı. Gəlin düşək günlüyə görə, günlükdə bizdə nə var, nə yox orada. Günlükdə biz belə bir struktur görürük. Burada bizdə, məsələn, aşağıda order blok var. Gəlin, bu zonanı mən işarə edim. Baxın. Okey, bu zonada bizdə order blok var. Əlavə olaraq biz hal-hazırda məsələn görürük ki, qiymət bura qalxmamışdan qabaq, məsələn, bura dirənmişdi. Ümumiyyətlə bura retest zonasıdır bizim üçün. Qiymət hal-hazırda oradadır. Ondan əlavə olaraq da günlükdə bizdə bura FVG zonasıdır. Yəni maraq zonasıdır. Və biz hal-hazırda maraq zonasındayıq. Gəlin bura mən qeyd edeyim. Mənə aydın olsun, okey, bir də bura mənim maraq dairəmdir və burada hal-hazırda mən sadəcə qiymətin özünü necə aparacağını test eləmək üçün lazımdır mənə. Baxın, əməliyyat açmaq üçün yox, sadəcə maraq dairələrini hal-hazırda qeyd edirəm. Gəlin bu order blokun mən burada rəngini dəyişim, göy rəngdə qoyaq və yazaq bir day order blok. Bura bizdə long üçün maraq dairəsidir. Görək biz yenidən yuxarı qalxmaq fikrimiz varmı yoxsa yox. Amma biz günlükdə də görürük ki, biz müəyyən bir likvidliyi, hətta deyərdim ki, çox böyük bir likvidlik zonasını almışıq və ondan sonra düşmüşük aşağı və çox güman ki, qiymət məsələn günlük qrafikdə buradan aşağı düşməyə başlasa, mən bu order blokdan reaksiyanı gözləyəcəm. Əgər order blokdan yenidən yuxarı qalxmağa başlayarsa, mənim artıq fikirlərim biraz başqa cür olacaq. Bunu keçərsə artıq orada situasiyaya uyğun biz hərəkət edəcəyik. Gəlin düşək 4 saatlığa görək, 4 saatlıqda bizdə nə var? Fikir verin, 4 saatlıqda biz gəlmişik bizim günlükdə qeyd elədiyim maraq zonasına və 4 saatlıqda bizdə belə bir görüntü əmələ gəlir. Birincisi bizdə burada 4 saatlıqda şorta tərəf FVG var idi və biz oradan reaksiya alıb düşürük hələ ki aşağı. Amma bizim ümumi olaraq hərəkətimiz long istiqamətə olduğundan görürsünüz, hər dəfə biz FVG-yə reaksiya verib qalxırıq yuxarı və qiymət indi də gəlib ora. Düzdür, maraqlı sual ola bilər ki, biz yuxarıdan məsələn bu zonanı qırmışıq. Okey, bu zona bizdə IFVG-yə dönüb. Bundan sonra məsələn düşmüşük, biz bura reaksiya vermişik. Burada da bizdə məsələn 4 saatlığın şorta tərəf FVG-si var idi və oradan reaksiya alıb düşmüşük. Amma qeyd elədiyim kimi, burada mənim maraq zonam var. Mən buradan artıq vəziyyətə fikir verəcəm. Məsələn, qiymət artıq buradan düşməyə başlayarsa, məsələn, short istiqamətə FVG yaradıb test eləyir, düşür, test eləyir. Mən artıq bu order bloka qədər söhbəti gözləyəcəm. Görə bizdə nə baş verir? Yəni burada biz reaksiya alacağıq mı yenidən yuxarı, yoxsa bu order bloku keçib aşağıya doğru gedəcəyik. Belə bir sistem gözümüzdə formalaşır və indi biz görürük ki, biz 4 saatlıqda sadəcə konsolidasiyadayıq. Məsələn, mən bu zona ilə bu zonanı işarə eləsəm, biz hələ ki buradayıq. Məsələn, bu diapazonda hərəkət edirik. Burada görürük ki, bizdə likvidliklə işləmişik aşağı time frame-lərdə. Gəlin düşək məsələn saatlığa, görək saatlıqda bizdə nə baş verir orada. Okey, saatlıqda biz açıq-aşkar görürük ki, biz 1 saatlıq time frame-də olan FVG-dən reaksiya almışıq. Bu 4 saatlıqda da var idi. 4 saatlıq FVG-dən reaksiya almışıq və bizdə burada hal-hazırda yığılma gedir. Əgər mən burada sessiyalar hal-hazırda məndə sönüydü,
qoşsam görə bilərəm ki, bizdə sadəcə burada daxildə müəyyən bir sessiyaların yaratdığı minimum maksimumlar vurulur və bizdə qiymət sadəcə hərəkət eləyir bu diapazonda. Burada FVG-lər yaranır, burada vurulur, təzədən struktur dəyişir və s. Burada sadəcə yığılma gedir dostlar, bu konsolidasiyadır. Burada düzdür, mənim əməliyyatlarım olub, bundan qabaq da paylaşmışdım, səhv eləmirəmsə. Dünən də bir əməliyyatım olmuşdu, onu qrupda da paylaşmışdım. Gəlin sizə mən qrupu da göstərim dostlar. Hal-hazırda siz bizim qrupumuzu görürsünüz. Bu bizim təlim qrupumuzdur, hansına ki siz Instagramda bizə yazaraq qoşula bilərsiniz. Gördüyümüz kimi biz burada analizlərimizi aparırıq. Burada bizdə modul 1 var, yəni bunlar ayrı-ayrıdır. Burada bizim dərslərimiz var. Burada bizim community'dir, hansı ki qapalı community'dir və biz burada söhbət aparırıq, backtest aparırıq, materialları paylaşırıq, psixologiya haqqında məlumatları paylaşırıq, fon şirkətlərinin məlumatlarını paylaşırıq və ümumiyyətlə ümumi söhbət otağında çox maraqlı bir söhbət aparırıq və tələbələr bizə öz suallarını verib rahatlıqla onlara cavab alırlar. Həftə sonu da bizdə canlı dərs olacaq, hansında ki biz yenə də modul 1-də keçdiyimiz dərslərə uyğun söhbətlər aparacağıq. Ona görə də əgər sən fon şirkətlərində və ümumiyyətlə forex tradingi öyrənmək istəyirsənsə, bizə Instagramda yaza bilərsən və məlumat ala bilərsən. Keçək davam eləyək, görək bizim mövzumuz burada əsas nə idi. Biz Evroda görürük ki, dostlar, biz konsolidasiyadayıq, yəni konkret olaraq bizdə heç bir hərəkət yoxdur. Biz sadəcə müəyyən bir diapazondayıq. Biz aşağıda likvidliyin yığılmasını görürük, qiymət yenidən qalxır, sonra yenidən düşür. Yəni burada belə vəziyyətlərdə düzdür, mənim müsbət əməliyyatlarım olub və götürmüşəm də sessiyaların hesabına. Burada məsələn yaxınlaşdıranda da görmək olur onu. Burada take olan əməliyyatım olub. Gəlin düşək məsələn 15 dəqiqəliyə. Mən sizə orada da göstərim vəziyyət necədir bizdə. Baxın, görürsüz bizdə konkret olaraq hər hansısa bir struktur yoxdur. Biz sadəcə burada məsələn Aziyanın maksimumu ilə işləmişdik, sonra düşdük aşağı, FVG yaratdıq, reaksiya aldıq, düşdük aşağı, yenə də gəldi minimumlara, sonra yenidən qalxdıq, yenidən düşdük. Yəni görürsüz qiymət konsolidasiyada olanda dostlar, belə bir qəribə şeylər baş verir. Sizə konkret olaraq hərəkət lazımdır. Belə bir konsolidasiyalarda olanda siz buradan maksimum 10-20 pips məsafədə take və yaxud da ki stop ala bilərsiniz. Böyük hədəflər qoysaz dostlar, böyük hədəflərə gəlib çatmayacaqsınız, çünki bizdə hərəkət yoxdur. Görürsüz, qiymət məsələn düşür, böyük bir hərəkət olur, sonra bizdə konsolidasiya gedir bir müddət, sonra isə konkret olaraq hərəkət olur. Və biz hal-hazırda Evroda yığılmadayıq. Yəni Evroda bu dəqiqə hal-hazırda konkret olaraq hərəkət yoxdur. Mən əgər məsələn funt USD-yə keçsəm, mən burada görə bilərəm ki, okey, bizdə burada dünən əməlli başda hərəkət olub. Görürsüz, bunu mən hesablasam bəlkə də burada 100 pipsdən çox hərəkət var. Yəni çox gözəl aparıb özün GPP USD və görürsüz, burada hərəkət var, burada yoxdur. Yəni bu fərqli olur. Məsələn, USD GPI-də son vaxtlar necə möhtəşəm bir long struktur olub. Görün, nə boyda hərəkət var. Konkret olaraq qiymət gedirdi və indi də USD GPI həmən dediyim strukturdadır. Görürsüz, yenə də bizdə konsolidasiya gedir və bizə bu konsolidasiyadan sadəcə çıxmaq lazımdır. Bu konsolidasiyadan çıxanda da ki, burada hansısa bir manipulyasiya olacaq mütləq şəkildə. Qeyd elədiyim kimi, ya məsələn aşağılar yığılacaq, sonra biz çox bərk reversal olaraq yuxarı gedəcəyik, ya da ki biz birinci yuxarı iynə atıb ondan sonra aşağı bərk gedəcəyik. Konsolidasiyalarda dostlar siz pul itirməyə başlayırsınız. Məsələn, baxın, buralarda bizdə konkret olaraq qiymət yavaş-yavaş yuxarı gedir. Məsələn, FVG-yə test var, indi də burada FVG var, burada da FVG-yə test olub və qiymət yavaş-yavaş yuxarı gedir. Amma baxın, biz bundan qabaq məsələn buradan reaksiya almışıq short FVG-dən və hal-hazırda da yenidən oradayıq. Bura təhlükəli zonada əməliyyat açmaq üçün. Siz buradan məsələn 1-2 təsdiq alandan sonra məsələn buradan əməliyyata girərsiniz və bu zonaya fikir verməsəz məsələn, gəlib buradan rahatlıqla stop olarsınız və sizə elə görünəcək ki, siz əməliyyata girən kimi stop oldunuz. Yəni buna fikir verin. Çünki biz məsələn time frame-i böyütsək, 1 saatlıqda biz konkret olaraq görürük ki, 1 saatlıqda bura FVG zonasıdır. Gördüyümüz kimi və short tərəf FVG zonasıdır. Çünki bizə hələ ki long struktur təsdiqlənməyib. Bizdə məsələn buralarda qiymət əməlli başda aşağı düşüb, ikinci dəfə də ora reaksiya verib düşüb aşağı. Amma vəziyyətə ümumi baxanda biz görürük ki, bizdə struktur longdur. Burada sadəcə dostlar, ən vacib məsələ bilsiz nədir? Ən vacib məsələ qərar vermə bacarığıdır. Analizə başlayanda birinci böyük time frame-lərdən başlayın və özünüzə maraq dairələri işarə edin. Məsələn, mən bu strukturda deyək ki, USD GPI-də 1 saatlıqda falan olsaydım və məsələn, məndə belə bir, ayda hara getdi o? Burada FVG zonası varkən mən buranı işarə edib, məsələn, qiymətin bura gəlməyini gözləyə bilərdim.
Qiymət bura kimi long gəlib, okey, buradan reaksiya verib, amma short da gedə bilər. Yəni bunu həmişə nəzərə alın dostlar. Çalışın ki, maraq dairəniz böyük time frame-də olsun, əməliyyata aşağı time frame-də açasınız. Zamanla özünüz də praktika eləsəz görərsiniz ki, bizdə böyük time frame-də olan strukturlar daha dayanıqlıdır. Yəni balaca time frame-də sadəcə giriş üçün istifadə eləmək lazımdır ki, bizdə RR normal olsun. Məsələn, baxın, mən burada harda əməliyyata girim? Fikir verin. Qiymət yavaş-yavaş özü üçün hərəkət eləyir, qalxır yuxarı, sonra təzədən başlayır yığılmağa və bizdə ümumiyyətlə hərəkət yoxdur. Burada FVG var idi, buradan reaksiya gözləyib mən yenidən deyək ki, yuxarını gözləyirdim, qiymət buradan düşdü aşağı. Okey, düşəndə aşağı gözləyirdim ki, buradan aşağı gedəcək, qiymət təzədən getdi yuxarı. Çünki bu maraq zonası deyil. Məsələn, mən əməliyyata girəndə, məsələn, buradan girməli idim. Buradan girməli idim. Çünki burada bizdə London sessiyası idi bu. Mən bu əməliyyatı səhv eləmirəmsə elə bizim qrupda paylaşmışdım. Yəni burada Londondan sonra London yenidən aşağıda bağlandı. Aziyanın minimumlarından, maksimumlarından aşağı. Baxın burada. Kiçik bir hərəkətdən sonra biz aşağı düşdük. Mən bu əməliyyatı götürdüm. Burada da aşağıda bizdə təpə zonası idi, hansı ki möhtəşəm şəkildə take profit oldu. Amma sonra bizdə New York yenidən qiyməti apardı yuxarı və artıq bütün bu zonanı təmizlədi. Fikir verin. Yəni Londonda kim girmişdisə və əməliyyatı aşağıya kimi saxlamışdısa, New York gəlib onları belə yığdı və sonra aşağı düşərək FVG yaratdı. Həmən FVG-dən sonra test aldıq və düşdük biraz da aşağı. Bu gün isə biz təzədən qalxdıq yuxarı. Çünki bizdə ümumi olaraq saatlıqda dostlar konsolidasiya gedir. Yəni biz buradan çox böyük bir məsafəli əməliyyat aça bilmirik. Çünki o biri sessiya gəlib bizi stop eləyəcək. Çünki hal-hazırda Euro USD-də məsələn konsolidasiya gedir. Hərəkət yoxdur dostlar. Başa düşürsüz? Yəni hərəkət olan zaman bazara girmək lazımdır və yaxud da ki, aşağı time frame-də girirsinizsə 10-20 pips məsafədə çox olsa dostlar, çox möhtəşəm şəkildə qiymət qayıdıb sizi stop eləyə bilər. Burada da məsələn biz Fibonacci-ni yuxarıdan aşağı atsaq görə bilərik ki, qiymət 618 səviyyələrinə gəlib, oradan reaksiya alıb düşüb aşağı. Bunu sadəcə nəzərə almaq lazımdır. Az stop loss olmaq istəyirsinizsə, maraq dairəsini böyük time frame-də tapın, girişi aşağıdan və stop loss-u da qoyanda dostlar kifayət qədər məsafə qoyun. Yəni sırf dibə-dib hansısa zona ilə qoymayın. Çünki qiymət bir neçə pips yuxarı da gedə bilər, ondan sonra aşağı gedər. Yəni boş yerə stop olmaq heç də gözəl bir şey deyil. Ümidvaram ki, bu dərs sizin üçün faydalı oldu. Ümumi fikirlərimi bölüşdüm. Bəlkə də kimisə xeyrinə oldu, bəlkə də kimsə ümumiyyətlə heç nə buradan başa düşmədi, amma heç nə olmaz. Əsas odur ki, böyük time frame yadınızda saxlayın. Maraq dairəsi, aşağı time frame giriş nöqtəsi. Vəssalam. Başqa yeni bir şey fikirləşməyə ehtiyac yoxdur. Hamınıza uğurlar dostlar. Kim təlimlərə qoşulmaq istəyirsə bizə Instagramda yaza bilər. Hər birinizi gözləyəcəyik. Sağ olun.